Allah haqqı duzdur. Naxçıvandan hər kəsə qucaq dolusu salamlar. Naxçıvanı kəşf eləməyə gəldik. İlkin olaraq gəldiyimiz nöqtə də arxamda gördüyünüz bu möhtəşəm Əlincə qalasıdır. Əlincə qalası bildiyiniz kimi Azərbaycanın ən qədim tarixi qalalarından biridir. Əsası 7-ci, 9-cu əsrdə qoyulub. Qala 14 il Əmir Teymurun işğalı altında qalıb. Hal-hazırda isə Azərbaycanın həm tarixini, həm qəhrəmanlıq ruhunu əks etdirən ən əsas turistik nöqtələrindən birinə çevrilib. İndi gəlmişik buranı kəşf eləyib baxmağa, görək necə olur. Bu boyda pilləkən kim qalxacaq? Təbii ki biz. Həşi biz Kotorda neçə min pilləkən qalxmış adamıq. Bu nədir ki? Gəlin görək. A few moments later. Məndən bu qədər. Pilləkənlər hələ davam eləyir. Hələ iş yolun yarısında deyil bəlkə də. Bitmək bilmir. Görüm qalxa bilsəm, ən təpədən Əlincə qalasını çəkəcəm. Hədsiz çox yorulmuşam. Görək qalxa bilirikmi? Məsafə azalır demək istəyərdim. Amma hal-hazırda sadəcə yaxından çəkdiyim üçün azmış kimi görünür. Əslində olan isə hələ bu qədər uzun bir yolumuz var. Səsimin tənginəfəsliyindən yəqin ki artıq necə yorulduğum hiss olunur. Uzun və məşəqqətli bir yolun sonunda nəhayət gəlib Əlincə qalasının ən hündür nöqtəsinə çata bildik. Buradan möhtəşəm bir mənzərəni görürsüz. O qədər yorulmuşam ki, artıq səsim də tutulub pilləkənlər qalxdıqca. Neçə yüz pilləkən qalxdıq, saymadıq belə, yəni həqiqətən. Son sadəcə qalxdığımız pilləkənləri saydıq. Təsəvvür edin, son qalxdığımız pilləkənlər bir 300 pilləkən var idi. Yəni ondan hələ əvvəlini düşünürəm ki, burada bir 1000-ə yaxın pilləkən var. Qalxmaq çox çətin idi. Ümid edirəm ki, düşmək bu qədər çətin olmayacaq. Buna inanmaq istəyirəm. Yağış da bir yandan yağır. Hava amma əladır. Mənzərə də ki öz yerində. ChatGPT deyir ki, 2000 pilləkəndir. Bu gəzinti deyil deyir. Sizin elədiyiniz ay qardaş. Hikingdir. Hiking eləmişsiniz. Bayram günü mənə lazım idi hiking. Ölürəm, qutarmaq bilmir. Düşürəm indi. Bir də mən bura çıxan deyirəm. Başımı kəssələr bura çıxmıram bir də. Vəziyyət çox pisdir. 100 milyon dollara. Qətiyyən. Uşaqlar, Əlincə qalasını tam gəzdik. Tam təpəyə çıxdıq daha doğrusu. Ayaqlarımız qırılır. Bənenyar gölünə. Bu da bilmirəm, prosto təbii göl yoxsa süni göl. Məncə belə süni göl olmaz. Yəni təbii göl Bənenyar gölüdür. Naxçıvanda görməli. Batabat gölüdür ən birincisi təbii ki, ən görməli yer. İnsan burada həqiqətən türklər demiş huzur bulur. Çox sakitçilikdir. Yəni gəlib saatlarla burada başı rahat oturub belə dincələ bilər. Çox qəşəngdir. Buradan pilləkənlə gölün düz ətəyinə düşmək olur. İndi gedək bir dənə əl üzümüzü göldə yuyaq. Nə qədər təmizdir bilmirəm. Bura gəlmişdən bir dənə gölə toxunmaq lazımdır. Gəlin. Gölün tam dibinə qədər yaxınlaşdıq. Düzü biraz kiridir. Əlimi vurmaq istəmirəm. Bu tərəflər elədir. O tərəflər yəqin ki daha təmiz görsənir. Buradan baxım. Əlimi vurmaq istəmirəm. Amma belə ümumi mənzərəsi qəşəngdir. Buradan belə yaxşı Instagram üçün şəkillər çıxar. Mütləq gəlsəz çəkdir. Uşaqlar, Naxçıvan haqqında ilkin təəssüratlarım yaxşıdır. Xoşuma gəlir, belə maraqlı yerdir. Əslində bir çoxdan gəlmək istəyirdim Naxçıvana. Burası da işdən heç cür vaxt tapa bilmirdim. Bu günə qismət imiş. Gəldim.
İndi Gülüstan türbəsinə gedirik. Culfa yaxınlığında bir yerdədir. Təxminən yarım saatlıq yol var. Gedirik ora. Görək orada maraqlı nələr var tapsam. Gülüstan türbəsini sizə göstərəcəm. İndi görüm yenə nəsə yolda maraqlı bir nəsə tapsam sizə paylaşaram. Getdik. Qoy mən yenə söhbət açım ilk baharımdan. Nəğməm ilə bir də keçim öz diyarımdan. Bol bəhrəl Muğan düzü, Mil düzü, Şirvan düzü. Gəl gəl deşən Azərbaycan. Tər güllər şəfalıdır göy göl. Uşaqlar Gülüstan türbəsinə gəldik. Tam arxamdadır. Bu Culfa rayonunda yerləşir. 12-ci, 13-cü əsrlərdə tikilmiş memari abidələrdən biridir Gülüstan türbəsi. Dövründə Əcəmi Naxçıvani Memarlıq Məktəbinin bir əsər qalıntısıdır türbə. Yəni belə görkəm olaraq yaxşıdır. Əslində dağılmış formasında maketdə, daha doğrusu portretdə göstəriblər. Orada da göstərəcəm sizə. Yaxınlaşdıq, görürsünüz bu dağılmış forması belə olub, sonra bunu bərpa eləyiblər, bu vəziyyətə gətiriblər. Belə görkəmi pis deyil. Arxasında da belə qırmızı dağlardır. Görürsünüz. Dağın da arxası artıq İrandır. Yəni gəlib ta İran sərhədinə qədər çıxmışıq. Yəni belə maraqlı yerdir. Gəlsəz, yəni yolunuz düşsə bu türbəyə də baş çəkə bilərsiniz. Kemanım gel gel, karşı kemanım gel gel, muhabbetim gel gel, saadetim gel gel. Tar kemanım gel gel, karşı kemanım gel gel, muhabbetim gel gel, saadetim gel gel. Göy otları üstünde yatıp, kertenkele göle batıp. Üstünde yatıp, kertenkele göle batıp, külek vurup ağırlayın, o yan bu yanına atıp. Sabahın sayın uşaqları Naxçıvan 2-ci gündən hər kəs salamlar. Bu video yəqin ki hamısı bir yerdə olacaq. Burası günləri yetişdirərək hamısını bir yerdə çəkirik. Əslində Ashab-ı Kəhfə dünən gedəcəydik. Prosta Əlincə qalasına o qədər yeridik ki 2000 pilləkən qalxmışıq, yorulduq. Ona görə Ashab-ı Kəhfi 2-ci günə saxladıq. İndi elə səhər durub yarım saatlıq yoldur mərkəzdən, Naxçıvan mərkəzdən Ashab-ı Kəhfə gəlmişik. İndi Ashab-ı Kəhfdə də pilləkən var, amma 300 pilləkən falan da elə çox deyil. 2000-i qalxa adam üçün 300 nədir ki? İndi gedək Ashab-ı Kəhfə, görək orada maraqlı nələr var, çəkəcəm. Özüm də maraqlıdır. Gedək baxaq. Biraz maşınımızı aşağıda saxladıq. Piyada yuxarı yol qalxdıqdan sonra gəlib Ashab-ı Kəhfə çatdıq. Ashab-ı Kəhf sözünün mənası mağara yoldaşları demək imiş. Mən də yeni öyrəndim. Və bu Quran-ı Kərimdə keçən bir rəvayətlə bağlıdır. Kəhf surəsində keçir həmin bu rəvayət. Rəvayətə görə o zamanlar bir qrup gənc öz dini inanclarını qorumaq üçün gəlib bu mağaraya sığınırlar və Allah onları uzun bir müddət yuxuya verir və o belə deyim də kimdən ki qaçırdılar, əzazil bir hökmdar olur, ondan qaçıb gəlib burada gizlənirlər. Yəni onun zülmündən qorunurlar. Belə. Burada da yəni gördüyünüz kimi həmin surədə bu dediklərim qeyd olunub. Ümumiyyətlə Ashab-ı Kəhf həm dini inancı olan insanlar üçün, həm də belə tarixi və mədəniyyətə maraqlı olan insanlar üçün çox maraqlı, görülməli lazım olan yerlərdən biridir. Biz də gəlmişik indi oranı görməyə və ziyarət eləməyə. Yavaş-yavaş qalxaraq bura qədər gəlib çıxdıq. Burada çox gözəl bir görüntü var. Onu həm sizə göstərmək istədim. Həm də istədim deyim ki, təxminən hardasa bir 300-ə yaxın pilləkən var. Yəqin ki, yarısını qalxmışıq. Yarısını da qalxacağıq indi. Çox maraqlı yerdir. Mütləq gəlməyinizi məsləhət görürəm əgər Naxçıvana yolunuz düşsə.
Uşaqlar, bura çox heyrətamiz yerdir. İndi arxamda gördüyünüz mağaraya qalxdıq və ya deyilənə görə mağaranın içindən tavanından su damırdı. İndi ora qalxdıq, videolarını onsuz da atacağım. Düzdür, damcı yox idi, quruydu, amma o su izlərini görmək olur orada. İndi bir də bu tərəf var. Bu tərəfə gedəcək. Orada da dağın ən yuxarı hissəsi var. Ora qalxmağa çalışacaq. Oradan da görüm yaxşı görüntülər olsa sizlərlə paylaşacağım. Yavaş-yavaş ora doğru hərəkət eləyək. أنا لحبيبي وحبيبي إلي يا عصفورة بيضة لا بقى تسألي لا يعتب حدا ولا يزعل حدا أنا لحبيبي وحبيبي إلي. Uşaqlar, Əsəb kəfin ən hündür nöqtəsi burada artıq pilləkən belə yoxdur. Belə özümüz qayaların üstündən çıxıb gəlmişik. Buradan da düz dağların arasından günəş vurur. Yəni Əsəb kəf belə yerdir, həqiqətən maraqlıdır. İnsanı belə ofsunluyur. Gəlsəz mütləq Naxçıvanda Əsəb kəfi görmək lazımdır. Mən Əlincə qalasındansa burada daha çox bəyəndim. Yavaş-yavaş düşək aşağıya. Susuzluqdan yanıram, bir su içək, daha sonra davam eləyəcək. Dostlar, bu Əsəb kəfin girişində belə besətkalar var. Gəlib qəşəng kəşfiyyotlu çay da içə bilərsə, çox dadlıdır, həddən artıq. Əla. Uşaqlar, bura Naxçıvanın Arizona ştatıdır. Həqiqətən Arizonaya çox oxşuyur. Düzənlik, səhralıq, bir dənə bitki yoxdur da burada. Bura Duz dağı ərazisidir. Burada həm mədən var, müalicəvi kompleksdir. Bilmirəm içərisinə buraxırlar yoxsa yox, qiymət necədir. İndi girəcəm içərisinə, nəyə çəkə bilsəm oradan həm kompleksin içərisini, həm mədən içərisini. Mən belə başa düşürəm, xüsusi bir otaqlardır duzdan. Yəni girib orada bronxal asması olan xəstələr orada müalicə alır. Yəni nəfəs aldıqca o duzların arasında bir növ nəfəs almanı rahatlaşdırır. Müalicəvi bir məqsədi var. İndi də içəriyə görək, içəridən nə bacarsam çəkəcəm. Gəlin gedək. Uşaqlar, Duz dağının içərisinə girdik. Belə sanatoriyadır əslində bura. Yəni burada qalıb müalicə almaq da olur, amma belə ekskursiya kimi gəlmək də olur. Bir nəfər üçün 2 manatdır. İndi içərisinə gedək görək. İçərisində maraqlı nələr var göstərəcəm. Özüm də bilmirəm. Uşaqlar, dağın içərisinə girdik. Bura hər tərəf duzdur. Duz dağı belə dərin-dərin çəkəndə həqiqətən bronxları hiss eləyirsən ki, açılır. Yəni bu bir müalicəvi otaq deyil, sadəcə dağın içərisində, amma hiss olunur ki, duzdur, qoxusu gəlir. Burası mənə bir dənə bir şey maraqlıdır ki, bu divarlar məsələn həqiqətən duzdadır. Bir dənə istəyirəm eksklüziv olaraq yoxlayım. Bir dənə gəlin. Məsələn bu duzun yaxından elə görürsünüz burada. Çəkim yəni duzdur. Bir dənə dadına baxacağım, görüm. Duz dadı, xörək duzun dadı verir, yoxsa yox. Bu yaxşıdır. Allah haqqı duzdur. Yəni bura duzdan ibarətdir. Ona görə duz dağıdır. Düzüymüş, doğru məlumat. Gedək. Uşaqlar, Duz dağının elə girişi buradır. Görürsünüz, içərisi həqiqətən qəşəng maraqlı idi. Çəkib göstərdim. Əvvəlcə ilk girişdə istədim çəkim. Sonra yadımdan çıxdı, ona görə sonda girişini çəkirəm. Bir də içərisində məzəli suvenirlər var.
belə bir şey içəridəki elə bir duzdan götürüb belə suvenir kimi düzəldiblər. İçəri duzundandır. Düzdür, bir yazısı falan yoxdur, amma belə suvenir üçün yadigar maraqlıdır. 15 manatdır bir dənəsi belə. Baxdım bunda dadına, duzuymuş, yalan deyil, süni deyil, yəni həqiqi duzdur. Belə maraqlıdır. İstəsəz gəlib ala bilərsiniz. İndi biz yavaş-yavaş buranı tərk edirik. Burada başqa gölləsi bir şey yoxdur. İndi gedəcəyik Batabat gölünə. Orada düz Ermənistanla sərhəddir. Maraqlı bir üzən ada kimi bir şeylər var orada. Yavaş-yavaş gedək. Gəlin. Uşaqlar biraz fiyaskoya uğradıq, həm də üşüyürəm. Gəldik, bu qədər hündürlükdə olduğunu bilmirdim və qarın bu qədər olduğunu da düşünmürdüm. Bu arxamda gördüyünüz ərazi var, bu ağ olan ərazi. Onun hamısı göldür. Normalda yəni yay vaxtı, yaz vaxtı gələndə bura insanlar burada gəlib istirahət edib Batabat gölü. Amma indi qarın bu qədər hündür olduğunu gözləmirdim və qar bütün gölü örtübdü. Yəni göl mənzərəsi yoxdur, ancaq qar mənzərəsi görə bilərsiniz. Yəni bunu gözləmirdim, amma belə qarlı da qəşəng görsənir. Amma əsas məsələ gölü görmək idi. Ancaq təəssüf ki, gölü görə bilmirik, qarla məcbur yetinməli olacaq. Uşaqlar Batabat fiyaskosundan sonra yavaş-yavaş qayıdır. Bu Prius'a da çox güvənmirəm. Bayaqdan yanmadığı işıq yoxdur maşında. Ehtiyatlı bir şəkildə düşməyə çalışıram. Gedirik təzədən Naxçıvan şəhər mərkəzinə. Heyf, gölü görənmədim, amma qarı gördüm. Heç nə olmaz. Bura çox soyuqdur. Donuruq həqiqətən burada. Hər kəsə 3-cü gündən salam dostlar. Şansımıza hava da çox yaxşıdır. Bugün Naxçıvanda olan son günümüzdür və ilkin olaraq dayandığımız nöqtə Naxçıvan şəhərinin mərkəzində yerləşən ən tarixi nöqtələrdən biri olan Möminə xatın türbəsidir, arxamda gördüyünüz. Çox təəssüflər olsun ki, türbə restavrasiyada olduğuna görə içəri daxil ola bilmirik. Amma ən azından belə çölündə dayanıb sizə həm göstərmək, həm məlumat vermək istədik. Möminə xatın türbəsi 1186-cı ildə Əcəmi Naxçıvanın tərəfindən inşa olunmuşdur və bu türbə bilməyənlər üçün deyirəm, Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə xatunun şərəfinə inşa edilmişdir. Türbə özü təxminən 25 metr hündürlüyündədir, 10 bucaqlı formada dizayn olunmuşdur və türbənin belə deyim ən maraqlı faktlarından biri də üzərində biz gedirik, ancaq qalır ruzigar deyə çox mənalı bir söz yazılmışdır. Həyatın və yaşamın keçici olduğunu göstərir. Yəqin ki, belə bir şey də eşitmişsiniz ki, Naxçıvan şəhərinə ümumiyyətlə Nuhun şəhəri deyilir. Bunun da səbəbi budur ki, yəni deyilən bir rəvayətlərdən birinə əsasən Nuh peyğəmbər öz gəmisi ilə böyük tufandan sonra Naxçıvan şəhərinə yaxınlaşıb, öz gəmisini yaxınlaşdırıb. Hətta başqa bir rəvayətdə də Ağrı dağının ərazisində öz gəmisini dayandırdığı söylənilir. İndi keçib içəri baxacağıq. Bilmirəm içəri girmək olur yoxsa yox, açıqdırmı yoxsa yox. Gedək baxaq. Bu da türbənin içərisidir, daha doğrusu içərisinə giriş yeridir. Qapısı buradandır uşaqlar. Gedək görək. Təbii ki, burada girə bilmirik. Bugün bəxtimizdən heç ara girə bilmirik. Bayramla əlaqəlidir, bilmirəm. Həmişə gəlib bizi tapır bunlar. Yəni içərisinə girə bilmirəm. Qəbri var deyilən ki, Nuh peyğəmbərin. Amma girə bilmədik. Yəni görüntüsü belədir. Bugün videolarda sizə heç birinin içərisini göstərə bilmədim. Yəni belə, baxın. Çağı, sahil bağı, ürpəndə işıqlara gördüm onu. Ala gözlər, baxdı keçdi,
Yüreğimi aldı keçdi. Sahil boyu gezirəm o gözəli, gözəli. Sahil boyu gezirəm o gözəli, gözəli. Hardasan yar tutmuram qərar. Mən gəzirəm hər yanı, mən gəzirəm hər yanı. Tapım sən- Gəldik, aeroporta çatdıq. Naxçıvan aeroportu həddən artıq balacadır. Səncə? Məncə Gəncənin aeroportu ilə eyni boydadır. Eyni olar demək olar ki. Görünüşlər də oxşuyur. Şəhər amma çox yaxındır. Gəncə aeroportu biraz uzaqdadır, amma bu Naxçıvan aeroportu şəhərə 10 dəqiqəlik məsafədədir. Biz taksi ilə 10 dəqiqəyə gəldik. Taksilə 10 dəqiqə. 4 manat yazır. Elə çox məbləğ deyil. Həm də rahatdır. Nəysə uşaqlar, Naxçıvan da belə idi. Naxçıvan vloqunu inşallah düşünən bəyənərsiniz. 3 günə bacardığımızı çəkməyə çalışdıq. Daha bir səyahətin sonuna gəldik. Mütləq takib atmağı unutmayın. Çalışın takib atın ki, biz də motive olaq. Yeni vloqlar çəkməyə çalışaq. Kanalımız böyüsün. Bəli. Like eləməyi, komment yazmağı unutmayın. Bir növbəti sizcə Azərbaycanın görməli yerlərindən hara getsək, sizin üçün maraqlı olar. Komment yazın. Kommentləri mütləq oxuyuruq. Oxuyuruq və nəzərə alırıq. Sizin üçün maraqlı olan yerləri gedib, gəzib, görüb araşdırmaq bizim üçün də xoşdur. Özünüzə yaxşı baxın. Hələlik. Hələlik.